Saat 1 oldu. Çayımı kaynattım, içtim, yemeğimi yedim. İnekleri bir yere topladım. Bir tanesi çaya gitmek istəyirdi. Sağ olsun. Getdi, darıxdı, özü qayıtdı, geldi. 5 tanesi yukarıda yamaçda. 16 tanesi de karşıda. Bir tanesi de yamaçdan yendi, dəriyə çıxacaq o tərəfə. 21 maldır. Bir dənə də ağ quş. 2 dənə ineğin yanındadır. Onlardan əl çəkmir. Telefonun enerjisi çox azalıb. Ekranda bir şey görə bilmirəm. Telefon özü avtomatik enerji istifadəsini minimuma yendirib. Bu videonu yükləməyə internet də olmayacaq. 41 ya 42 dəqiqəlik videolar çəkdim. Onları yüklədim. Bir də ədalətli istifadə üçün paket qutarıb, sürəti yendiriblər. Lap aşağı səviyyəyə bir videoda yarımçıq qalıb. Bəlkə o da bir sınada yüklənir. Qarşımda bir dənə əhək diş var. Tərsinə çeviriblər. Dişlərin köküdür. Gedim çıxım o kökün üstünə görüm. Karyesdir yoxsa. Oradan tostu. Hava gah isinir, gah sərinləyir. Paltarım çoxdur, çıxartmaq istəmirəm, sərin hava istəyirəm. Hər aparır məni, ancaq xəstələnməmək üçün paltarda dəyişə bilmirəm, azalda bilmirəm. Çantam burada, kurtkam burada. Ağzımı əlimdən yerə qoymuram. Həm yamaçda söykənirəm, yer yerəm. Bir də bilmək olmaz. İlan olar, çayan olar, əcdaha olar. Dişlərin kökün yanına çıxmışam. İstəsəm elə bir dənəsini qoparda da bilərəm. Kökünü də bərtmiş yox. Bərtdir. Deyən sənə lazımdır ki, çıx qayanın üstünə hələ, qayarla da oynama. Gəmidə oturub gəmisi ilə dava edirəm. İnəklər biraz dotlasın, sol tərəfə meyllənirlər. Gedib qarşılarını kəsib və təpəni aşıracam. Arkada Kaha dərəsi deyilən yer var. Orada su da var. Sulansınlar, 2 saatdə orada otarım. Alacaq 2-3. 5'də yola düşsəm 7'yə çataram. 8'ə 10 dəqiqə qalmış, ən yaxşı vaxtı dünən xəbərdarlıq ediblər mənə ki, malı bu vaxt gətir. 1 dəqiqə tez gec aparsam töhmət alacam. Gələn növbədə şiddətli töhmət. Ondan sonra işim heç də yaxşı olmayacaq. Gedim arxasının yanına, hasarı da var. Ora çoxdan da getmirəm. Baxım görüm içəridə nə var. Dağdağın ya da ki, badam kökü kimi bir şey görsənir. Bəlkə elə ilandı. Boz bir şeyə bənzəyir.